Hörmətli müəllimlərimiz, əziz sinif yoldaşlarım və dəyərli radio dinləyicilərimiz. Bugünkü Gələcəyin İşığı FM-in efirindən sizə səslənməkdən böyük qürur duyuram. Mən Rızayeva Emiliya, məktəbimizin 10P sinif şagirdi və bugün sizlərlə birlikdə çox önəmli bir mövzuya, yanğınsöndürənlərin peşə bayramına həsr olunmuş proqramı təqdim edəcəyəm. Yanğınlar təbiətin və insan fəaliyyətinin bəzən gözlənilməz nəticələri kimi həyatımıza daxil olur. Bu anlarda isə cəsarət, fədakarlıq və peşəkarlıq ən yüksək dərəcədə önəm qazanır. Bu xüsusiyyətlərin hər birini təcəssüm etdirən insanlar yanğınsöndürənlərdir. Onlar həyatın ən çətin anlarında insanların can təhlükəsini qoruyan, əmlakı və təbiəti qoruyan fədakar qəhrəmanlardır. Bugün biz yanğınsöndürənlərin tarixi, fəaliyyəti, əhəmiyyəti və onların həyatımıza verdiyi dəyəri nəzərdən keçirəcək, həmçinin real nümunələr və statistikalar vasitəsilə onların fədakarlığını daha dərinə hiss edəcəyik. Məqsədimiz yalnız məlumat vermək deyil, həm də gənclər olaraq təşəbbüskarlıq, cəsarət və vətəndaşlıq ruhunu gücləndirməkdir. Tarix boyu insanlar yanğın təhlükəsindən qorunmaq üçün müxtəlif üsullar axtarmış və inkişaf etdirmişlər. Ən qədim dövrdə yanğınsöndürmə fəaliyyətləri əsasən icma şəklində həyata keçirilmişdir. Roma İmperiyasında, məsələn, Bigles adlanan xüsusi yanğınsöndürmə birlikləri fəaliyyət göstərmişdir. Onlar həm yanğınları söndürür, həm də şəhərin təhlükəsizliyini təmin edir. Azərbaycanda isə yanğınsöndürmə sistemi 20-ci əsrin əvvəllərində rəsmi şəkildə təşkil olunmuşdur. Sovet dövründə isə yanğın təhlükəsizliyi və yanğınsöndürmə işləri peşəkar səviyyəyə qaldırılmışdır. Bugün isə yanğınsöndürənlər yalnız yanğınları söndürməklə kifayətlənmir, həm də fövqəladə hallar xidmət edici əməliyyatlar həyata keçirir, təbiət fəlakətlərindən və texnogen hadisələrindən insanların həyatını qoruyurlar. Yanğınsöndürənlərin fəaliyyəti cəmiyyət üçün ölçüyəgəlməz əhəmiyyət daşıyır. Statistikaya nəzər salaq. 2024-cü ildə Azərbaycanda 5000-dən çox yanğın hadisəsi qeydə alınmışdır və bu hadisələr zamanı yanğınsöndürənlərin müdaxiləsi yüzlərlə insanın həyatını xilas etmişdir. Onların fəaliyyəti olmadan bir çox faciənin qarşısını almaq mümkün olmazdı. Bu peşə təkcə texniki bacarıq tələb etmir, həm də yüksək mənəvi keyfiyyətlər tələb edir. Hər bir yanğın söndürən riskləri düzgün qiymətləndirməli, sürətli qərarlar qəbul etməli, həmçinin soyuqqanlı və etibarlı olmalıdır. Bu xüsusiyyətlər onların fədakarlığını, cəsarətini və insanlara olan bağlılığını nümayiş etdirir. Yanğın söndürənlərin əsas vəzifəsi yalnız yanğınları söndürmək deyil, həm də onları baş verməsinin qarşısını almaqdır. Bu məqsədlə maarifləndirmə işləri aparılır. Məktəblərdə yanğın təhlükəsizliyi dərsləri keçirilir. Məsələn, Azərbaycanda hər il məktəblərdə yanğın təhlükəsizliyi həftəsi keçirilir. Bu tədbirlərdə şagirdlərə evdə və ictimai yerlərdə yanğın təhlükəsizliyi qaydaları, təxliyə planları və ilk yardım bilikləri öyrədilir. Bu yalnız bilik deyil, həm də cəmiyyətin təhlükəsizliyinə töhfədir. Hər il yanğınlar zamanı çoxsaylı qəhrəmanlıq nümunələri nümayiş olunur. 2023-cü ildə Bakı şəhərində baş verən böyük yanğında yanğınsöndürənlərin əllərindən bütün risklər göz ardı edərək çoxsaylı insanları xilas etmişdir. Bir başqa nümunə, 2023-cü ilin qışında Lerik rayonunda baş verən meşə yanğınları zamanı yanğınsöndürənlər soyuq və şaxtalı havada saatlarla davam edən əməliyyatlar nəticəsində meşə ərazisinin böyük bir hissəsini yanğından qorumuşlar. Yanğınsöndürənlərin peşəsi yüksək texniki bilik tələb edir. Yanğınsöndürmə avadanlıqları, yanğın maşınları, su və kimyəvi maddələrin istifadəsi, həmçinin təhlükəli ərazilərdə əməliyyat bacarıqları bu işin mühüm tərkib hissəsidir. Bundan əlavə, yanğınsöndürənlərin ilk yardım göstərməyi, insanları təxliyə etməyi və riskləri qiymətləndirməyi bacarmalıdır. Yanğınsöndürənlər üçün psixoloji dayanıqlılıq da vacibdir. Çətin və riskli situasiyalar, onlar soyuqqanlı qalmalı, komanda şəklində işləməli və bir-birinə dəstək olmalıdırlar. Psixoloqların tədqiqlərinə görə, yanğınsöndürənlər yüksək adaptasiya qabiliyyəti və stresə qarşı müqaviməti inkişaf etdirməlidir. Bu sahədə təlimlər və simulyasiya məşqləri mühüm rol oynayır.
Məsələn, simulyasiya şəraitində həyata keçirilən yanğın təlimləri həm bacarıqları artırır, həm də qəza zamanı tez və effektiv müdaxilə etməyə hazırlıq yaradır. Hörmətli dinləyicilərimiz, bugün sizə yanğınsöndürənlərin həyatı və peşə dəyərlərini çatdırmaqdan böyük məmnunluq duydum. Ümid edirəm ki, onlara fədakarlığını hər birimizin qəlbində dərin iz buraxdı və gələcəkdə biz də onların göstərdiyi məsuliyyət və cəsarəti öz həyatımıza daşıyacaq. Mən Rıza Emiliya, məktəbimizin 10 sinif şagirdi, Gələcəyin İşığı FM-indən sizə hörmət və salamlarımızı çatdırıram. Sağ olun, təhlükəsiz olun və heç zaman ümidinizi itirməyin.